Salam dəyərli Cəbhə TV izləyiciləri. Hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 12-18 may aralığında nələr gözlənilir? Sizə o barədə məlumat verəcəyik. Ötən həftə dediyim kimi, o mediada yalançı başlıqları nəzərə almayın. Pakistan-Hindistan məsələsini demişdim ki, belə böyük bir müharibə yoxdur. Sadəcə bu ənənəvi az qala bizdən Ermənistan kimi balaca bir atəşkəsin pozulması kimi nəzərdə tutulur. Çünki bütün dünya qlobal müharibədən filandan danışır. Amma bu şeylər olmayacaq. Yəni həftə ərzində belə bir şey də yoxdur və yeni münaqişə, müharibə ocaqlarının olma ehtimalı sıfırdır. Yəni bu göstəricilər belədir. Çünki müharibəni niyə deyirəm? Çünki insanlar daha çox ondan narahat olur. Nüvə filan, nüvə müharibəsi olmayacaq. Hər zaman digər kanallarda da, elə bu kanalda da çıxışımda demişəm ki, 3-cü dünya müharibəsi deyirlər, onsuz da o başlayıb. Amma nüvəsiz müharibə olacaq. Nüvə silahından istifadə olunmayacaq. Bəziləri yalandan proqnoz verirdi. Güya 2022-də, 23-də Rusiya nüvə silahı atacaq Ukraynaya. Gördüyünüz kimi hamısı boş çıxdı və yenə də bu əndişənizə son qoymaq üçün bunu deyirəm. Qarşımızdakı həftə maraqlı həftədir, bir qədər sabit həftədir. Müəyyən özünə baxmaq, özünü dirçəltmək, yeniliyə can atmaq istiqamətində əksər güclərdə bir intibah dövrü var. İndi ayrı-ayrı zodiak işarələrini də deyim, o zaman görəcəksiniz ki, ümumi mənzərə necədir. Qoç bürcü. Daxili tərəddüdləriniz bu həftə sona varacaq. Yeni əlaqələr sizi məmnun eləyəcək. Xüsusən də 13-15 may günlərində zaman tamamilə xeyrinizə işləyəcək. Amma təcrübəniz olmayan təkliflərə yox deməyi bacarmalısınız. Ailə sevgi münasibətlərində də güzəştə getməyə çalışın. Səfərə çıxmaq fikriniz olsa, bunu həftənin sonuna saxlayın. Boğa bürcü. Cari planlarınızı daha sürətli davam etdirmək üçün ideal həftədir. Yəni mövcud planlarınızı. Bir şərtlə ki, özünüzü xaosa, qalmaqala, qarışıqlığa salmayasınız. Həm də indi öz bürcünüzdə hamıdan güclü, hamıdan şanslı və hamıdan enerjilisiniz. Bunu nəzərdə saxlayın. 14-16 may arası bank, kredit, bu kimi əməliyyatlar üçün uğurlu, səmərəli vaxtdır. Əkizlər bürcü. Əsas vəzifəniz münasibətlərə aydınlıq gətirməkdir bu həftə. Umuküsüləri bir tərəfə atın. Ayın 14-ünə qədər bu problemi həll edə bilsəniz, həftənin qalan günlərində bunun bəhrəsini görəcəksiniz. Astroloji göstəricilər bu həftə azı 2 dəfə qazanc əldə edəcəyinizi də bildirməkdədir. İşgüzar xarakterli olmasa səfərə çıxmayın. Yəni işlə bağlı olmasa, şəxsi istəklə olsa getməyin. Xərçəng bürcü üçün sakit bir həftədir. Risklərdən, bələd olmadığınız işlərdən, bələd olmadığınız adamlardan nə qədər uzaq dursanız, bir o qədər səmərəli olar. Ulduzlar səhhətinizlə bağlı artıq o sıxıntıların geridə qalacağını da göstərməkdədir. Bu həftə xeyir işlərin planını qurmaq, ev, mənzil təmirinə başlamaq üçün də yaxşı vaxtdır. Ayın 17-si səfərə çıxmaq olar. Şir bürcü. May ayının ən gözəl həftəsini yaşayacaqsınız. Əgər zəkanızı, təcrübənizi və diplomatik qabiliyyətinizi işə salsanız, mənfəətiniz daha çox olacaq. Zaten bunların hamısı sizdə var, sadəcə onu işlətmək lazımdır, yerində və məqamında. Yeni iş qurmaq və yeni fəaliyyətə başlamaq üçün 14-16 may aralığı idealdır. Qız bürcü. Planetar quruluş bu ilıq zaman kəsimində sizi bir neçə sınaqdan keçirəcək. Sizə canı yananları da, sui-istifadə eləyənləri də tanıyacaqsınız. Qalır onların arasında seçim eləmək, yəni zərərlilərdən uzaq durub, o səmimiləri yaxına çəkmək. Bu istiqamətdə ürək yumşaqlıq etmək olmaz. Ötkəm olmaq lazımdır, qətiyyət nümayiş etdirmək lazımdır. Mayın 15-i maddi yeniliklər də gözlənilir. Tərəzi bürcü. Sevgi və iş.
bu həftə bu iki amilin arasında seçim etməli olacaqsınız. Əslində seçim də deməzdim, daha doğrusunu desək, bu iki məsələni bir-birinə qarışdırmamalısınız. Bəzən birini digərinə qurban verir, yaxud da birinin vaxtını digərinə sərf edir. Bu həssas məqamdan xüsusi bacarıqla istifadə etməlisiniz. Yəni eləyin ki, biri digərinə mane olmasın. Bu arada yaxşı təkliflərdə, iş təkliflərindən gedir söhbət, sizə qarşı mümkündür və ulduzlar deyir ki, həftə sonu özünüzə təzə geyim alın. Əqrəb bürcü. Deməli, çox maraqlı bir proqnozu sizdə. Cərrahi əməliyyat və daşınmaz əmlak alqı-satqısından başqa demək olar ki, bütün sferalarda həftə sizin xeyrinizə işləyəcək. Yəni, yalnız cərrahi əməliyyata getmək olmaz, bir də ev, daşınmaz əmlak deyək də, ev, bağ evi, mənzil, torpaq, mülk, bu işlərlə məşğul olmasanız, qalan məsələlərdə işləriniz çox rəvan gedəcək. Özünüzü bütün risk və yeniliklərə hazırlayın. Bu arada yuxu və qida rejiminiz də qaydasında deyil, onu da qaydasına salın. Ox atan bürcü. Həftənin əvvəli ətrafınızda nə qədər sözünü tutmayan adam varsa, hamısından uzaqlaşmağınız tələb olunur. Artıq həftənin belə deyək də birinci, ikinci günü, 12-si və 13-ü. Hətta 14-ü də demək olar. Həmən o sizə söz verib, sizə aldadan, sözün üstə durmayanların hamısından uzaqlaşmalısınız. Buna sizin cəsarətiniz çatacaq, qətiyyətiniz çatacaq, yoxsa yox. Bu artıq sizin öz iradənizdən asılıdır. Burada astroloji məsələlərin rolu olmur. Biz sadəcə istiqamət deyirik. Yəni, əslində bunu bacarsanız, mayın 14-dən sonra zaman xeyrinizə işləyəcək. Qohumlarla münasibətdə yeni bir mərhələ də başlayır. Və bu həftə maaş artımı və ya vəzifədə yüksəlişdə var. Konkret olmasa da ən azı bu barədə məlumat veriləcək sizə. Yəni, tutaq ki, gələn həftədən, gələn aydan, bax, belə bir xəbər, ən azı xəbər kimi siz bunu eşidəcəksiniz. Oğlaq bürcü. Böyük bir mərhələyə keçid ərəfəsindəsiniz. Ərəfə də deyil, artıq daxil olmusunuz. Planetar quruş bunu göstərir. Demək olar ki, ətrafınızda hər şey yenilənəcək tamamilə. İş və ya iş üslubunu dəyişmək ehtimalı da var. Yəni, əgər belə bir fürsət, şans, yaxud da şərait olarsa, dəyərləndirin. Bu arada həm də immunitetiniz bir qədər aşağı düşüb, onu da yüksəltməyə çalışın. Çünki immunitet aşağı olanda adamın ruh halı da aşağı olur və qarşıya qoyduğu məqsədlərə çata bilmir. Su tökən bürcü. O su tökən bürcün xarakteri haqqında məqaləmdə də, araşdırmamda da yazmışam ki, su tökənlər, yəni dolça bürclülər məhəbbət haqqında nağılların qəhrəmanlarıdır. Və bu həftə o obrazda olacaqsınız. Bir məhəbbət dolu bir dövrana tuş gələcəksiniz, nə bilim, dövrana rast gələcəksiniz. Bu da ondan irəli gəlir ki, ətrafınızda sizi anlayan, sizi başa düşən insanlar çox olacaq. Bu çox yaxşı göstəricidir. Bizim problemlərimiz təbiətdən, dövlətdən, digər şeylərdən olmur, daha çox insanlardan olur. O da başa düşülməməkdən. Belə bir söz var, deyir, mübahisə o vaxt yaranır ki, məlumatsız olursan. Bax, artıq sizi anlayanlar olacaq. Bu sizin üçün böyük inkişafdır. Sizin fikirlərinizi qəbul edəcəklər artıq. Ona görə də çalışın ki, bax, bu dediyim, təsvir elədiyim enerjiyə bürünməyi bacarasınız. Və balıqlar bürcü. Balıqlar bürcü üçün daha çox işgüzarlıqdır. Əgər bu həftə istirahətə meyl eləmək istəyirsinizsə, plan qurmuşsa, onu mümkün qədər təxirə salın. Çünki bu həftə yaxın 6 ayın perspektivləri həll olunacaq. Siz astrologiyada var təməl qoyma dönəmi. Lenin deyirdi, bugün tezdir, sabah gecdir. O qış sarayına hücum məhz gecə saat 12 tamamda başladı. Yəni, həmən məqam seçdi. Astrologiyada da var, elə şey var, fevralda təməlin qoymasan, il boyu heç bir işin başlanğıcını qura bilmirsən. Bu, indi sizdə də, balıqlar bürcündə də bu həftə yaxın 6 ayın mənzərəsini yaradacaq, 6 ayın perspektivini yaradacaq. Siz də çalışın ki, nə mümkün olsa, bu astrologiyanın köməyi ilə ondan ibarətdir. Deyildi, mən artıq fürsət axtarmalıyam. Biraz içəridə o enerji də yaranır, immunitet də yaranır.
adamda istək də yaranır, enerji başlayır aktivləşməyə. Siz də onu aktivləşdirin həftə ərzində. Elə təməllər qoyun ki, yaxın 6 ayda gedir, ilin az qala sonuna çıxır. Noyabra, oktyabra qədər gedib çıxır. Yəni bu ərəfəni tam doldurmaq üçün, zəngin keçirmək üçün bu həftədən geninə boluna istifadə edin. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.